Nihayet işimize yaradı. Ve onlar olduğu için dünya bu kadar güzeldi. Xatirə əzizim. Hiç Ve İradə xanım. Deməli, bir dənə qərara gəldik. Bugün görüşürük. Evet. Ay ay ay. Evet. Ha. Bəli. Sənin çantanda yer olar da. Teşekkürler. Deməli, bilirəm ki, bugün mən şagirdlərimizlə olacaq. Aha, ama siz bu çiçeği başka cür düşünün. Mənim sevimli 7K sinifimdə. Ben getməliyim de. Sinifimdə 7K sinifimə böyük təşəkkürlər bildirirəm. Большое спасибо, ребята, я вас всех очень сильно люблю. Ve bizimkiler geldi. Havası çok soğuyor. Sağ olsun İrade aldığı o şerf nihayet işimize yaradı. Qar vaxtı onunla gəlib getmişəm. Hansı bir minus var ki, qar yapışır bana. Hə, mənim də buna oxşar bir şeyim var idi, onda qar yapışır. Ətrafımızda qızlar çoxdur, söz-söhbət biraz çoxdur deyəsən. Bu arada İradə maşında 5 dənə şart gəzdirdiyinin bir faydasını gördüm. Bəli. İradə xanım. Hello, necəsiniz? Ümid ki, hər biriniz çox yaxşısınız. Kanalıma xoş gəldiniz. Mən Nigar Səfərova. Bugün bu vlogun özəl bir səbəbi var. Yəqin ki, başlıqdan gördüyünüz qədərilə 8 marta özəl bir vlog çəkirəm. Amma heç planlaşdırılmamış yəni planlaşdırılmış bir gün yoxdur ortada. Nələr olacaq heç özüm də bilmirəm. Sadəcə axışına buraxacağam. Günlük rutin Nigar vlogu izlərkən yanı sırasında 8 martla əlaqəli bir şey izlədiyinizdə unutmayın. Bir şeylər ola bilər. Amma random gələcək hər şey. Qətiyyən planlaşdırılmış bir axşam yeməyi və s. falan heç nə yoxdur ortalıqda. Biraz buna pis oldum. Amma olsun. olsun. Hər şey random. Türklər demişdən gelişi güzel olacaq. Hələ ümid edirəm. Random olmasının da bir səbəbi yəqin ki var. 8 Mart münasibəti ilə məni izləyənlərin və ümumiyyətlə bütün xanımların bayramını təbrik edirəm, günlərini təbrik edirəm və onlar olduğu üçün dünya bu qədər gözəldir. Onlar olduğu üçün dünya bu qədər asan bir yerdir. Yəni təbii ki, çox asan bir yer deyil, amma gözəlləşir. Onların varlıqları ilə əlbəttə ki, dünya daha da gözəlləşir. Ona görə buradan bir daha hər birinizi təbrik edirəm. İndi isə keçək vlogun davamına. Video olduğunu demeye ihtiyaç var. Xatirə də əzizim. Sizin belki videosu paylaşacağım ben de. Hiç haberim yokmuş gibi. Çok sağ olun. Şimdi püllerimi aldım. Gördüğünüz gibi. Tələbələrimin pülər sahasında. İndi gedirəm. Deməli, kofe içməyə özümdən vaxt geçirəcəm size.
mərkəzə girib biz artıq marojnalara başladıq. Değil mi? Ay, yoruldum. İnsanlar əllərində güllərlə gəzir. Bizim de gülümüz var. Evet. Var. Neyse. Gəncə mola gəldik ki, biraz boşluq olar. İnsanlar belə daha şəhərdə olar. Yəni hər hansı bir restoranda olar falan. Təəssüf ki, hər yer doludur. Güc bəla ilə bir yer tapdı. Hə, Dərya? Dəli. Paylaşım bacı. Oy. Hello, gələcəkdən hər kəsə salamlar. Hal-hazırda çəkilmiş olan video 8 mart günü çəkilmiş olan bir video deyil. Sadəcə olaraq həmin günü biraz qəribə bir formada sonlandı. Yəni çox ani şeylər oldu, çox gözəl şeylər oldu, amma onu yadımdan çıxdığı üçün video çəkə bilmədim təəssüf ki. Ona görə mən də düşündüm ki, sizlərlə bir unpacking çəkim. Ona görə də istədim ki, sizin gözünüzün qarşısında bunu açım və necə olduğunu sizə bununla əlaqəli bir iki məlumat verim. Belə göstərim sizə. Əslində bunu biz satın alanda içində açıb baxmışdıq. Ona görə də yəni az çox xəbərdaram. Hətta gəldikdə də içərisində zaritkası olduğu üçün deməli baxdım necədir. Bu formadadır əslində. Dəqiqə. Elə biraz genişləndirmək də olur və s. Amma genişləndirməyə ehtiyac varmı, yoxmu bilmirəm. Amma mən bunu çox sevdim. Tam qulağın tutmasını çox sevirəm. Amma bir tərəfdən belə bir şey var. Biz üzü yaya doğru gedirik. Havalar istiləşir. Biraz tərəddüd elədim açıqcası. Amma inanın mənə çox qəşəng bir səs rejimi var. Yəni çox bəyəndim. Polnu xodda, polnu səsdə çox qəşəng ki, mən polnu xodda dinləməyi sanki o mahnının o içine girmeyi çok sevirəm. Bunun içərisində bunu hardan aldığımı, necə aldığımı sizə ifadə edəcəm. Birazdan deyəcəm onsuz da. Bu formada, yəni əslində nəyinə görə daha çox bunları bəyəndim? Bu adapter şnuru, adapter Type-C'dir bu forma belə. Bu adapter üçündür. Bu isə zaretka falan olmadıqda kompüterə və s. bu tipli girişləri olan yerlərə taxdığımızda istifadə edə biləcəyimiz üçün hər zaman adapter olmasa belə, amma kompüter mütləq şəkildə necəsə yanımda olur. Mahnılaşmaq istəmədiyim anda bunlardan istifadə edə bilərəm. Hətta nostaljik bir şey yaşadım. Bəzən lap köhnə telefonlar var idi. O telefonlarda naushniklərin ucluqları eyni bu formada olurdu. Əgər xatırlayanlarınız varsa, niyəsə çox nostaljik anlar yaşadım. Ona görə daha çox belə bağlandım bu naushnikə, bilmirəm. Aslında 45 saat, 45 saat ömrü olur. Yəni 45 saat zaritkası bitmir, belə deyim. Məndən qətiyyən texnologik bir şeylər barəsində məlumat verən bir insan çıxmaz bəlkə də. FM radio var içərisində, bir də deep bass var, amma həqiqətən səs rejimi, səsi çox qəşəng. Çox bəyənirəm və çölədə çıxartmır səsi. Əslində neçə manatdan düşdüyünü açıq xatırlamıram, çox təəssüf ki. Yəni gözüm görmədi həmin anda neçə manatdan düşdüyünü və s. O isə çünki çox balaca yazmışlar deyəsən. Amma kontaktdan aldım. Reklam deyil, qətiyyən reklam eləmirəm, amma kontaktdan aldım. Deməli, səhv eləmirəmsə 70 manata düşmüşdü. Normalda elə o civarlarda düşünürdüm bir naushnik almağı. Elə 70 manata düşmüşdü. Mən əslində o balacaları çox istifadə edə bilmirəm. Niyəsə narahat gəlir mənim üçün. Təbii ki, istifadə elədiklərim də olur da. Amma əsasən daha komfortlu ola bilməsi üçün bundan istifadə edirəm. Ona görə də ən doğru seçim məncə bu oldu. Və həddən artıq çox bəyəndim. Bu mənim özümə 8 mart hədiyyəsi olaraq aldığım bir naushnikdir. Və ümumiyyətlə 8 mart günü insanların özlərinə, təbii ki, qıraq tərəfdən gəlmiş olan hədiyyələr də çox gözəldir. Amma insanın özünə də ala bilməsi daha dəyərlidir və bilməsi ki, bunu nə üçün alırsan və s. Videomuz bura qədərdir. Mənim 8 martım da bu formada qutardı. Hər birinizi çox sevirəm. Kanalıma abunə olmağı, fikirlərinizi məndən bölüşməyi və videonu əgər bəyəndinizsə like atmağı zəhmət olmasa unutmazsınız. Hər birinizi çox sevirəm. Gələcək videolarda görüşənədək sağ olun.